Burada da rayonlaşdırma siyasəti mövzusunda danışacağım. Burada da rayonlaşdırma mövzusunu qəlizləşdirmək doğru deyil. Buğda toxumunda əsas iki məsələnin üstündə işləmək məqsədə uyğundur. Birincisi, dəmiyə əkinçiliyi üçün uyğun sortların yaradılması və ikincisi də duzluluğa davamlı sortların yaradılması və inkişaf etdirilməsi. Və bundan başqa da həm dəmiyə əkinçiliyi üçün yetişdirmə protokollarının akademik hazırlanması, həm də duzluluq problemi olan ərazilərdə yetişdirmə protokollarının hazırlanmasıdır. Sulanan ərazilər onsuz da əkilməkdədir. Çalışmalar əkilməyən ərazilərin üstündə aparılmalıdır. Ölkənin digər əkinləri ilə taxılçılıq qarışdırılmamalıdır. Taxılçılıq Sovet qanunları ilə idarə edilməlidir. Xoşagəlməz, radikal fikir olsa da taxıl strateji məsələdir. Azad bazar şəraiti, liberal iqtisadiyyat və s. kimi anlayışlarla taxılçılıq idarə edilə bilməz. Fermer istədiyi kimi əkib becərə bilməz. Bunun üçün istehsal planlaması aparılmalıdır. İlk növbədə nə qədər buğda ehtiyacının olduğu, mümkün böhran zamanı nə qədər buğda saxlanılmalı olduğu və s. hesablanmalıdır. Bugün Ukrayna müharibəsi var, Qazaxıstan taxılı dünyada önə çıxdı. Sabah dünya qarışar bir-birinə, o zaman nə etmək lazımdır? Yəni, hər zaman taxılçılığa yanaşma digər bitkilərə görə fərqli olmalıdır və buna uyğun istehsal planlaması hazırlanmalıdır. Və bugün demək olar ki, sortlar, çeşidlər çoxalmaqdadır. Məhsuldar sortları çoxaltmaqla deyil, əkin sahələri azala-azala gedir. Yəni, azala-azala gedir deyəndə kimsə Qarabağdakı əkin sahələrini oxşikatyola qatıb artım göstərməsin. Qarabağsız əkin rəqəmlərimiz aşağı düşməkdədir. Yalançı əkinləri də hesablasaq, bilirsiniz də, yalançı əkinlərimiz də çoxdur. Ümumiyyətlə, vahşi azalır. Yəni, bütün bu dediyim azalmalar dəmiyə və şoran ərazilər üçündür. Bunun müxtəlif səbəbləri olsa da, sortun və yanlış sortun boynuna düşən səbəblər də az deyil. Sortlar haqqında maarifləndirmə yetərsizliyi həddən çoxdur. Bəzi xətrini istədiyim yoldaşlar var, xətirlərinə dəyə bilər. Əslində dostdursa dəyməməlidir. Demək hamımızın borcudur. Tutaq ki, bir sortun Sabirabad sortu olduğunu dedilər. O zaman alıcı auditoriyası kiçilir. O toxuma klient ancaq Sabirabaddan axtarmaq lazımdır. Ona görə də belə məlumat toxum bazarına sərf etmirik, tərəfdarı da deyiləm. Çünki rayonlaşma məntiqsiz yanaşmadır. Amma daha dəmiyəni sulamaya, sulamanı dəmiyə, duza davamlı sortu qara torpaqlara, duza davamsız sortun şoran torpaqlara satılmasına göz yummaq ədalətsizlikdir. Fermer hansısa qara torpaqda 50 sentiner məhsul verən sortu gətirib özünün zəif və şoranlaşmış torpağında əkməyə meyillidir. Çünki o şəkildə düşünmək hər kəs üçün keçərlidir. Çünki məntiqlə qərar vermək asandır. Düşünürsən ki, ən pis halda 20 sentinerdə mənim torpağımda verəcək. 20 sentiner sözü gedən torpaq üçün məqbuldur. Amma 20 sentineri də verməyə bilir. Çünki o sort o torpağın sortu deyil. Nəysə, fermerlərimiz o qədər də savadsız deyil, amma bu nümunələr də var. Ona görə qeyd edirəm. Sözüm odur ki, ölkədə toxum istehsalçısı həddən çoxdur və bütün bunların idarə edilməsi mümkün olmur. Və fermerin bəzən bilərəkdən, bəzən də bilməyərəkdən yanlış istiqamətlənməsi halları çoxalır. Ölkədə əkilməyən ərazilərdə dəyərləndirilmək üçün sortlar yaradılmalıdır. Sortlar çoxaldılmalıdır və həmin ərazilərdə əkilən əkinlərə digər yerlərə görə dövlət güzəştləri fərqli hesablanmalıdır. Bugün toxumçularla yanaşı, mənə görə dövlətin də yanaşmasında bəzi məsələlərdə yeni qanunlar işlənməlidir. Bir fermer aşağı potensiallı torpaqlarda itin zülmün çəkir və 20 sentiner məhsul əldə edir. Digər fermer daha yüksək potensiallı torpaqda heç bir əziyyət çəkmədən 40 sentiner və yaxud 50 sentiner məhsul götürür. Əslində 60 sentiner məhsul götürüləsi torpaqdan 40 sentiner məhsul götürən fermer özü cinayətkardır. Və aldıqları dövlət güzəşləri də eynidir bütün fermerlərdə. Misal çəkiləsi məqamlar çoxdur. TikTok mövzusu deyil. Bundan ötürü dövlət institutlardan tələb etməlidir. Ölkənin hər region üzrə dəmiyəsində, sulama ərazilərində ortalama torpaq analizlərinə görə məhsuldarlıq ortalaması çıxarılmalıdır. Və subsidiya da ona görə verilməlidir. Daha çox zəhmət çəkən, daha çox məhsul əldə edən, daha çox da subsidiya əldə etməlidir. Bugün ölkə üzrə ortalamanı aşağı salan məsuliyyətsiz fermerlərin nəticələridir. 1000 hektarlarla əraziyə məsuliyyətsiz yanaşmalar, subsidiya xatirinə əkinlər ümumi ölkə ortalamasına ciddi təsir edir. Yəni səbəblər çoxdur. Şoran torpaqlara
müasir sulama sistemlərini cəlb etmək hansı məntiqə görədir? Zaten bu ərazilərdə su çoxdur deyə şorandır. Bu torpaqlarda suya qənaətlə ölkə əlavə su əldə edirmi? Yəni bu suallara cavab vermədən belə bir məntiqsizliyə imkan yaratmaq nə dərəcədə doğrudur? Biraz da həmin torpaqlarda şoranlığı artırır. Çünki su az olanda şoran torpaqlar, pivotların hamısı yığılıb mərkəzi aranı şoran ərazilərə, o ərazilərə dolamit tətbiqidir, gips tətbiqi də aparılmır. Bu ərazilərdə selləmə sulama zərərli duzların konsentrasiyasını salırdı aşağı və yuyulub getməsinə də çox kömək olurdu. Şəkinin, Zaqatala, Qax, Balakən, Qəbələ, İsmailinin qara torpaq dəmiyə əraziləri qalıb susuz. Pivotlar əsas orada qurulmalı idi. Bununla bitmir Ağdam, Ağcabədi, Beyləqan, Xocavənd, əsas da Füzulinin nə qədər gözəl məhsuldar əraziləri qalıb susuz. 3 ildə 1,15 sentiner məhsul yığılır. Bu mövzulardan danışmaqla bitməz. Buğdanın qiymətinə gələndə isə əkinin xərcini, dizelin, gübrənin qiymətini nəzərə alıb buğdaya qiymət qoymaq lazımdır. Maya dəyərinə və ya maya dəyərindən də ucuz kim buğda əkər? Güya keyfiyyətinə qiymət qoyulur ki, hərənin əlinə də bir ruska verilib, taxılı analiz edib, taxılı alır. Qazaxıstandan gələn taxıl necə keyfiyyətli ola bilər ki, şoran torpaqlarda sulamasız və baxımsız olaraq yetişdirilən taxıldır. Hansı şəkildə Azərbaycan taxılı ilə müqayisəyə gələ bilər? Azərbaycan taxılının 70%-i Qazax taxılından keyfiyyətlidir. Məncə Qazaxda da taxılın yetişdirilməsini görürəm, baxıram, analiz edirəm. Yəni fermeri küstürmək üçün səbəblər yaratmaq lazım deyil. Fermeri həvəsləndirməklə maraqlı olmaq lazımdır. Xüsusilə taxılçılıqda. Keyfiyyətli, keyfiyyətsiz fərq etməz. Fermeri taxıl əkməyə sövq etmək lazımdır. Təbii ki, çalışmaq lazımdır, keyfiyyətli əkin aparsın. Təbii ki, bayaq qeyd etdiyim kimi regionlara görə, torpaq tipinə görə ayrı-ayrı yanaşmalar lazımdır. O zaman zəhmətkeş fermer ədalətli şəkildə dəyərləndiriləcək. Subsidiya xatirinə zəbt etmələr azalacaq. Və yaxud da həmin zəbt olunan ərazilər də artıq subsidiya almaq xatirinə əlini daşın altına qoyacaq. Daha mal yemini səpib, gəlib bu yanda da subsidiyasını almayacaq. Çalışacaq ki, səpdiyi buğdanın məhsulunu da əldə etsin. Bu da ümumilikdə ölkəmiz üçündür. Hansı yollarla olur olsun, ölkə üçün taxıl istehsal ediləcək. Bütün bunlar diqqətə alınarsa, əkməyi dayandıran, həvəsdən düşən fermerlər hamısı həm keyfiyyətli, həm də bol məhsul istehsal etməyə başlayacaqlar. Bu həvəsdən salma siyasətini bir zamanlar istixanalarda da tətbiq etdilər, qazın qiymətini qaldırdılar, gömrükdə girinci elədilər və s. Nə qədər sahibkarlar istixanalarını işlətmədi, başını buraxdılar. Ondan işim yoxdur. Taxıl istixana deyil, taxıl dövlətin gücü deməkdir, millət, xalq deməkdir, rifah deməkdir, qüdrət deməkdir. Biraz zəlimxan sayaq olsa da, amma hamısı həqiqətlərdir, taxıl ölkənin silahıdır. Kooperativçiliyə gələndə isə Avropada çox uğurlu alınır. Bizdə də buna bənzər bir iş gördülər. Yaxşı da təşəbbüs edir. Bizdə istehsalçı ilə istehlakçının arasında qiymət fərqindən qidalanan, haqsız qazanc əldə edən bir qrup insanlar var. İnsanların həvəsini içində qoyur. 20 qəpiyə taxılı yığıb 4-5 ay sonra elə özlərinə 1 manata satdılar. Belə bir mühitdə kooperativçiliyin formalaşmasına kim imkan verər? Nazirlik çox istəsə də aradakılar belə bir qazancdan əl çəkərmi? Kooperativçilikdə ağıllı fermerlər çoxalır. Buna imkan verməzlər və s. və ilə axır. Bütün bunların həlli kənd təsərrüfatında bəzi formalar, normalar qəbul olunmalıdır. 10 ildir deyirəm, birinci dərəcəli torpaq analizinin forması təsdiqlənməlidir. Hər kəs ağılına gələn formada kağız çıxartmalı deyil. Laboratoriyaların keyfiyyətləri yoxlanılmalıdır. Ölkədə cəmi 3 dənə laboratoriya işləyir bu günləri. İkincisi, ölkəmiz 5-6 məhsuldarlıq potensialında olan torpaq tipi və 5-6 iqtisadi rayondan ibarətdir. Nazirlik hər region üçün dəmiyə və sulama əkinçiliyini protokollaşdırmalıdır. Protokoldan kənarlaşmalar subsidiyadan məhrum edilməlidir. Nəticədə hər kəs haqqını alacaq. Ölkə də inkişaf edəcək. Taxıl da bol olacaq. Daha toxum rayonlaşdırılmasına zaman ayırmaq üçün institutları məşğul etmək lazım deyil. Dünyada rayonlaşma deyilən şey qalmayıb. Dəmiyə, sulama və şoran torpaqlar olmaq üzrə əkinlər və toxumlar ixtisaslaşdırılıb. Və bütün bunları həyata keçirmək üçün daimlər yaradılıb. Bir-iki daimi çıxmaq şərti ilə qalan daimlər özləri də iş axtarır görməyə. Çünki axşama qədər boş bekar oturmaqdan yorulublar. Ən azı bir regionda əkin protokolu təsdiqləyib işə başlamaq olar. Nəticəyə görə növbəti regionlara da qərar vermək olar. Bu qədər. Əslində saatlara danışmaq olar, mən sadəcə kiçik ipuclarını bölüşdüm.